Dövlət dişimizdən imtina edir. Təbibin stomatoloqlarla bağlı təxminən 140 ştatı ləğv etməsi səhiyyə sahəsində ciddi rezonans doğurub. Bu sadəcə bir qrup adamın işsiz qalması deyil, həm də dövlətin səhiyyə modelini kökündən dəyişməsidir deyərdim. Təbibin rəsmi mövqeyi budur ki, dövlət poliklinikalarındakı stomatoloji mərkəzlər çox vaxt boş qalır və ya da keyfiyyətli xidmət göstərmir. Dövlət hər ay o stomatoloqa maaş verir, binanın qaz pulu, işıq pulu və sair xərclər ödəyir. Amma xəstələrin 90%-i özəl stomatoloji mərkəzlərə üz tuturlar. Təbib də çəkdiyi bu xərci ölü xərc hesab eləyib onu ləğv etmək istəyir. Bəs dövlət poliklinikalarındakı stomatoloji mərkəzlərə müraciət niyə azdır? Çünki dövlət həmin kabinetləri müasir avadanlıqlarla və materiallarla təmin etmir. Rentgeni olmayan, keydici iynəsi tapılmayan, materialı 30 il əvvəldən qalan kabinetdə həkim nə etməlidir? Həkimin əlində müasir plomb materialı yoxdursa, vətəndaş əlbəttə ki, özəl klinikaya gedəcək. Nəticədə isə dövlət şərait yaratmır, sonra isə müraciət yoxdur deyib ştatı ləğv edir. Bu, iqtisadiyyatda qəsdən səmərəsizləşdirmə adlanır. Ən böyük problem isə deyərdim ki, icbari tibbi sığortanın stomatoloji xidmətlərin böyük bir hissəsini qarşılamamasıdır. Sığorta zərfində olmayan xidməti dövlət xəstəxanasında saxlamaq dövlət üçün rentabelli deyil. Təbib demək istəyir ki, onsuz da sığorta bunu ödəmir. Vətəndaş da özəl klinikaya gedir. Onda mən niyə bu qədər stomatoloqu ştatda saxlamalıyam? Bu addım həm də o deməkdir ki, dövlət stomatologiyanı tamamilə özəl sektorun öhdəsinə buraxır. Bu, dövlət poliklinikalarında cüzi rüsumla və ya pulsuz xidmət alan sosial az təminatlı ailələr üçün böyük bir zərbədir. Çünki özəl stomatologiya çox bahalı bir xidmətdir. Bəs dünyada necədir? Vətəndaşlar xüsusilə Avropada çox kiçik və sabit bir məbləğ ödəyirlər və qalan bütün məbləği dövlət sığortası qarşılayır. Uşaqlar, hamilələr və az təminatlı ailələr üçün tamamilə pulsuzdur. Siz sonuncu dəfə dişinizə nə qədər pul xərcləmisiniz? Rəylərdə yazın, səsimiz eşidilsin.